Bakıda Alman əsirlərin tikdiyi binalar var. Hətta məşhur filmimizdə həmin əsirləri göstərən səhnə də var. Bu kadrlara baxın. Bu səhnədəki əsirlərin paradı əslində qədim bir ənənədir. Qədim Romadan başlayaraq müharibədə ələ keçirilən əsirləri, qənimətləri bu cür gəzdirirdilər. Bu hadisələrin eynisi 2-ci Dünya müharibəsində də baş verib. Ən məşhuru isə 1944-cü ildə Məğlubiyyət paradı adlanan və Moskvada keçirilən paraddır. Bu kadrlarda da biz əsir düşmüş əsgərlərin Bakıda gəzdirildiyini görürük. Maraqlı fakt isə odur ki, həqiqətən də Azərbaycanda Alman əsirlər olublar. Hətta onlardan bəziləri tikintidə fəhlə kimi istifadə edilib. Bu tikintilər arasında ən məşhuru hökumət evinin binasıdır. Binanın tikintisi çoxdan başlasa da, məhz əsirlərin əməyi nəticəsində bitirilib. Kadrların aid olduğu filmin hansı olduğunu bildinizsə, rəydə yazın.